Biz üzünün düşməyini istəmir. Çox yaxşı bir insandır, rayonumuzun adamıdır, mənə tanış bir insandır. Onun dilində kanser əmələ gəlib. Əmələ gəlmə səbəbi nədir? Bax, dilinin böyründə balaca bir düyün olub. Bu düyün illərlə nə qədər olub deyin bizə? 20 il olub. Nə vaxt başladı bu ağrı verməyə? May ayından sonra. May ayından sonra başladı ağrı verməyə, çəniyə, başa. Bu hal-hazırda ağrı haralarda var? İndi saat heç yerdə. Heç yerdə yoxdur. Bax, bu dilin kanseridir. Amma onun hansı növ olduğunu biz biopsi götürəcəyik, bu dəqiqə müəyyən edəcəyik. Həmişə mən deyirəm, kanser çox möhkəm olur, bərkdir. Bu dilin bərkməyini sən hiss elədinmi? Əvvəldən bütöv daş kimi idi. Daş kimi oldu. Hansı ki o düyün olanda. Və bu yaxınlarda özünün dediyinə görə deyir, mən oruç tutdum. Hiss elədim ki, immunitetim enib. Deyim ki, xəstənin nə damağına, nə çənəsinə MTS yoxdur. Xoşbəxtlikdən dildə yaranan kanser nə damağa, nə çəniyə metastaz vermir. Buna görə biz gözəl müayinə eləyəcəyik, sonra da Allah qoysa müalicəsi olunacaq.